xeyr əziz futbol sevərlər. Misli Premyer Liqasında 12-ci turunun sonuncu qarşılaşması Palm Sports Arenada Neftçinin meydanında keçirilir. Yerli komanda İmişlini qəbul edir. Keçid alırıq bugünkü oyunun iştirakçılarının start heyətinə. Adəti üzrə meydan sahibi Neftçidən başlayırıq. Qapıda nömrə 13 Kenan Piriç, 8 Emin Mahmudov, kapitan 15 Elvin Pədalov, 45 Vinsan Abubakar, 77 Falaye Sako. İmişli komandasının start heyəti. Qapıda 33 Andrey Sinyenka, 19 Azər Salahlı komandanın kapitanı, 94 Rafael Viegas, 10 Nikola Karaklaiç. İşarə gəldi, maç başlandı. Misli Premyer Liqasında 12-ci turun sonuncu qarşılaşması. Neftçi hücumda Abubakar. Abubakar yerdə qalıb. Cavid Cəlilov ayağa qalx söyləyir. Amma VAR-da da bu epizoda baxılacaq. Buna heç şübhə etmirəm. Sako dəri budur, baxırıq. Abubakar topu qəbul edir, irəliləyir və burada yerə yıxılır. Ronaldo ilə mübarizədə. Ronaldo ilə mübarizədə yerdə qalıb. Bu penalti deyil, bəs nədir? Bu penalti deyil, bəs nədir? Abubakarın özünün Ronaldo'nun ayağına ilişməsi kimi bir variantı nəzərdən keçirirlərsə, amma digər tərəfdən də hücumda olan Abubakardır. Abubakara bu lazım deyil. Abubakar topu qarşısına buraxıb zərbə vurmaq istəyir. Cavid Cəlilovu monitora dəvət edir. VAR-da olan Tural Qurbanov və Asiman Əzizli. Cavid Cəlilov özü baxır indi VAR-a. Özü baxır və özü də qərar verəcək. VAR-dan gələn görüntünü biz də görürük. Əslində səmimi etiraf edim ki, mən şəxsən anlaya bilmirəm ki, bu epizodu nədən bu qədər təkrar izləyirlər və qərar verməkdə çətinlik çəkirlər hakimlər. Top Abubakarda. Abubakar topu qarşısına buraxır. Sağ ayağı ilə artıq növbəti hərəkətində zərbə vurmaq istəyir. Bu aydın şəkildə görünür, fikir verin. Və burada Ronaldo'nun ayağı Abubakara irəliləməsinə mane olur. Amma əsas söz sahibi Cavid Cəlilovdur. Oyunun baş hakimi əsas söz sahibidir. Baxdı, Cavid Cəlilov qayıdır. İzlədim, baxdım. Penalti! Penalti verilir. 11 metrlik cərmə zərbəsi vurmaq hüququ qazanır Neftçi. Vinsan Abubakarın fəallığı nəticəsində. Bəlkə də bizim çempionatımıza gələn ən parlaq, tanınmış futbol ulduzlarından biridir Vinsan Abubakar və zərər çəkən özü penaltini yerinə yetirəcək. Andrey Sinyenka qapısında diqqətlidir bu qarşıdurmadan, bu deyildən kim qalib ayrılacaq? İşarə gəldi, Abubakar qapıya baxır, zərbə, gol, gol, gol! Çox soyuqqanlı bir şəkildə usta bir zərbə Vinsan Abubakar. Qollarını vurmağa başlayıb. Qolu Qəbələ ilə səfər oyununa təsadüf etmişdi. Daha sonra Kubokda Mərkəzi Ordu İdman klubu ilə 2 dəfə fərqləndi. Küncdən zərbəni yerinə yetirir, ötürmə gəlir. Təhlükəli anlar Neftçinin qapısı qarşısında. Qapıya zərbə, hesab bərabərləşir 1-1. Sahib ola bilmədi. Farqasın zamanında müdaxiləsi var. Abubakar top ondan geçti. Qapıya zərbə və burada İmad Fərəc. Mahmudov qaydırıq Neftçi İmişli oyununa. Vargas irəliləyir. Vargas qapıya baxır. Vargas solcuna. İmad Fərəc ötürümə. Mayal oynadı burada. Rolo. Vargas
Mərkəzdə oynayır Freddy Vargas, irəliləyir Vargas. Ötürməsini də etdi, amma top Fərəcə çatmadı. Mustafa Sek, daha bir hücum, qapıya zərbə. Vinsan Abubakar. Topu ram etmədən birbaşa qapıya vurmaq istəyi alınmadı Ulduz futbolçuda. İşarə gəldi, Mahmudovun ötürməsi. Qapıya zərbə indirilir və top Vinsan Abubakara deydi. Hücum davam edəcək, Meteo. Zabala ötürmə, Sinyenka burada çıxışda səhvsiz oynayır. Çox çalışdı da Abubakar. Topun getdiyi istiqamətdə. Və qapıya zərbə indirilir Sinyenka. Abubakar ikinci qolu vurmağa çox yaxın idi. Geri oynadı Rezabala. Uzaq güncə ötürmə və burada Sinyenka topa son anda çatdı. Abubakar geri oynayır. Mustafa Sek, Vargas, İmad Fərəc ötürmə, qapıya zərbə və qeyri-dəqiq olur bu zərbə. İkinci qola çox yaxınlaşdı. Keçmədi Luis Silvestri və baş hakim Cavid Cəlilovun fiti səslənir. Amma top yenə Neftçinin olur. İmad Fərəc qapıya da vura bilər. İmad Fərəc qapıya zərbə. Sinyenka. Abubakar burada Fərəcə topu çatdıra bilmədi. Ronaldo, Azər Salahlı burada topu itirir Vargas'la mübarizədə. Vargas cərmə meydancasındadır. Vargas ötürməsini edir. Qapıya zərbə. Sinyenka. Və yekunda yalnız gücdən zərbə. Sinyenka topu qaytardı mı yoxsa? Gəlin bir daha baxaq. Ronaldo'nun ayağı idi yoxsa Sinyenka? Sinyenka'nın ayağı idi bu. Cavid Cəlilovun işarəsi gəlir. Emin Mahmudov qapıya baxır. Emin Mahmudov zərbəsi və Sinyenka daha bir seyf. Maraqlıdır ki, Emin Mahmudov birinci hissədə bu küncdən korderi yerinə yetirirsə, indi bunu Freddy Vargas edir. Vargas daha bir cəhət. Yenə də Emin Mahmudov və top qapıdadır. Bu ev tapşırığı idi. İndi bildiniz niyə görə bu edildi. Neftçi 2, İmişli 1, Emin Mahmudov. Kəpəzlə oyunda Falaye Sako. Bu məlumata görə bizim redaktor, xəbərlər xidmətinin şef redaktoru Rəşad Quliyevə minnətdarlığımızı bildiririk. Oyuna daxil olan Abbas Ağazadə isə qapıya zərbə, hesab bərabərləşir 2-2. Yox, Sambu idi bu. Sambu və indi Abubakar iş başında. Vinsan Abubakar, İmad Fərəc burada. Yox, topa yetişə. Qarşılıq yaradı, qapıya zərbə. Üst-üstə hər iki komandanın futbolçuları çox qısa bir zaman ərzində. Tabanıyla topu İmad Fərəcə buraxdı. Fərəc ötürmə cərmə meydancasına.
Qaydan top Metinonda. Metio solda yaxşı göremi Mahmudov. Luis Ortiz. Ortiz zərbə. Təkrar zərbə olacaqmı? Xeyr. Burada Ribeiro qabaqladı Əliyevi. Sağ cına İmad Fərəc. Fərəc. Mərkəzə doğru gedir İmad Fərəc. İmad Fərəc. 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 Və diqqətlər hakimə. Epizoda baxaq. İmad Fərəc. Luis Ortiz. Yox, burada heç nə yox idi. Demək çətin idi. Vanguera, əla ötürmə. Luis Silvester. Ötürmə, qapıya zərbə. Gol, 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 gol. Abbas Ağazadə istiqamətində uzun bir ötürmə. Top keçmədi və bu da son. Reportajımız başa çatır. Şərhçinin Şəmsəddin Abbasov idi. Sağ olun, gələn görüşlərə dək.